Ey Səmava ata, sənə minnətdarlıq bildirirəm. Bütün tərifi sənə verirəm. İsa Məsihin adı ilə sənə gəlir. Mənə verdiyin səlahiyyətlə qaranlığın hər bir qüvvəsinə qarşı çıxıram. Rəbb İsa Məsihin qurbanı və dirilməsi ilə mən azad olmuşam və azadlığımı bəyan edirəm. Düşmənin aldatmalarına tabe deyiləm. Mənə müqəddəs ruhunun doluluğunu ver. Qorxu, çaşqınlıq, depressiya, kədər, qarabasmalar, xəstəliklər, dünyəvi nə varsa, İsa Məsihin adı ilə yoxsulluq ruhları, hər biri İsa Məsihin adı ilə rədd olsun. Və mən rədd edirəm onları. Murdar ruhları İsa Məsihin adı ilə əmr edirəm. Xəstəlik ruhlarını İsa Məsihin adı ilə əmr edirəm. Hər bir dərmana, iğniyə tamamilə həyatımdan yox ol deyirəm. Rəbbin seçilmişindən uzaqlaşın. Bu bədən, müqəddəs ruhun məbədidir. Ya Rəbb, evimi, aləmi, bədənimi, bütün maddiyyatımı qoruyan mələklər göndər. Sənin qanatlarının kölgəsində gizlənirəm. Sənin qanınla yuyunuram. Səni izzətləndirirəm. Ey qalib kral İsa Məsih və ruhani qalibiyyət üçün sənin kəlamlarını həyatıma bəyan edirəm. Necə ki, Yaqub 4:7-də dedim. Buna görə Allaha itaət edin. İblisə qarşı durun və o sizdən qaçacaq. 2 Korinfilər 14:5-də dedim. Çünki mübarizəmizin silahları cismani deyil. Əksinə Allah qarşısında istehkamları uçuracaq qədər qüvvətlidir. Efeslər 6:11-də dedim. İblisin hilələrinə qarşı dayana bilmək üçün Allahın bütün zirehlərini geyinin. Rəbb İsa deyir. Luka 10:19-da. Budur sizə ilanlar və əqrəblər üzərində düşmənin bütün qüvvəsinə qarşı səlahiyyət verirəm. Sizə heç bir şey zərər verə bilməyəcək. Romalılar 16:20-də deyir. Sülh Allahı tezliklə şeytanı ayaqlarınızın altına salacaq. Rəbbimiz İsa'nın lütfü sizinlə olsun. Ya Rəbb, Ya Rəbb, bu kəlamların hamısını təsdiqini istəyirəm. Necə ki vəd verdin, necə ki söz verdin. Həmi məndə, həmi də sənin tərəfindən qoy bütün kəlamın gücü mənim həyatımda bərpa olunsun. Və mən həqiqətən inkişaf edə bilim. Mən həqiqətən bu kəlamların, sözün hikmətini dərk edə bilim. Bu kəlamlarda yaşaya bilim. Səhər, axşam, hər zaman, nə qorxu, nə narahatlıq olsa, o zaman sənin ruhani gücünü öz üzərimdə hiss etmək üçün bu kəlamlardan istifadə edə bilim. Hər şeydə İsa'nın adını uca tutmağı bacara bilim. Qaranlıq onun nuruna qarşı dura bilməz. Yəhya 1:5-də deyir. Rəbb sənə şükürlər olsun, sənə izzət olsun. Təsdiq elə, ya Rəbb. Mənim həyatımda bunları təsdiq et. Qoy mənim həyatım tamamilə dünyaya bənzəməyən bir həyat olsun. Mənim həyatım elə bir həyata çevrilsin ki, insanlar məndə bu nuru, bu işığı görə bilsin. Mənim həyatım həqiqətən də narahatçılıqlarda belə, ayaqlar altında bütün şeytani şər ruhların, murdar ruhların, problemlərin yerin dipsiz dərinliyinə getdiyini hər kəs görə bilsin. İsa Məsihin ismi ilə. Ata sənin qarşına gəlirəm. Ya Rəbb, öz qalibiyyətimi bəyan edirəm. Mən səndə azadam. Çünki bunu sən mənə etdin. Çünki sənin vasitənlə mən azad oldum. Qoy səhər axşam sənin qulağına pıçıldaya bilim və deyə bilim, ya Rəbb, sən mənə azadlıq vermisən, sən mənə şəfa vermisən, sən mənə zənginlik vermisən, inkişaf vermisən. Ata sənin qarşına gəlirəm. Ata sənin huzurunda dayanıram. Minnətdarlıq bildirirəm. Nə yaxşı sən varsan, nə yaxşı mənim həyatımdasan. Ata
Ata, Oğul müqəddəs ruh naminə. Amin.